Elə, xoş gəlmisiniz. Çox Zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mən Cəmşid Abdullayev, Gəncə şəhərindən. Gəncədən gəlirsiniz. Ay maşallah, ay maşallah. Hardan, bizim haqqımızda hardan, ümumiyyətlə neçə vaxt bizi izləyirsiniz? Sizi sosial şəbəkələrdən araşdırmışam, videolarınızdan, researchlardan. Ay maşallah. Yəni, təcrübəniz də göz önündədir, Allah'a şükür. Hə. Belə, siz Forex-ə nə vaxtdan məşğulsunuz? İlk başlanğıc olaraq 2011-12-ci illərdən xırda addımlarla başlamışam. Aha. Lakin ticarət aparmaq üçün biraz təcrübə toplamaq istəmişəm. Ay maşallah, yəni, təbii ki, yəni, daima kontaktda olmaq lazımdır, bəzən izləmək lazımdır, araşdırmaq lazımdır və peşəkarlarla məsləhətləşmək lazımdır ki, yəni hansı peşəkarlarla, hansı ki, özü də uğur əldə edib paylaşır tələbələrlə. Yəni bizdə hal-hazırda deyək ki, yəni bizdə PFTA, Professional Traders Forex Association-ın yəni üzvləri hardasa 500 traderdən yaxındır, 500 trader yaxındır. Yəni hər dəfə baxın biz həm VIP kanalında, həm CIP kanalında, həm Qonaqol Telegram kanalında yəni proqnoz verib, yəni gördüyünüz kimi proqnoz verib və eyni zamanda hansı nöqtələrdə almaq lazımdır, satmaq lazımdır bu nöqtələri səhər saatlarında deyib və eyni nöqtələrində professional trader, yəni özü əməliyyata etməlidir ki, və sonra da nə etməlidir, yəni onu paylaşmalıdır ki, yəni görsünlər ki, həqiqətən beynəlxalq maliyyə birjasında qazanır. Əgər o insan ki, səhərdən axşama qədər yəni kompüter qabağında danışırsa, oturduğu yerdən tərpənmirsə, ay belə, yəni belə gəldi, belə getdi. Yəni nəticə lazımdır. Yəni biz də baxın burada görürsünüz CIP kanalında, VIP kanalında, Qonaqol Telegram kanalında bütün traderlərə səhər saatlarında yəni məlumatları ötürürük və yəni eyni zamanda gələn nəticələri də bölüşürük ki, bax budur. Yəni biz bu nöqtələrdə əməliyyatları açdıq, dedik, açdıq və bu da nəticəsi və bağladıq. Yəni bu da birbaşa insanlarda, tələbələrdə ruh yüksəlir yaranır, özünə əminlik, özünə özgüvən yaranır ki, həqiqətən beynəlxalq maliyyə birjasında biz bu cür əməliyyatları eləsək, gün ərzində 3-4 dənə siqnalla, valutalarla, MTV və yaxud da ki, futureslərlə alqı-satqı həyata keçirib, yəni gəlir əldə etmək mümkündür. Və eyni zamanda burada bizdə Qonaqol Telegram kanalında onlarla tələbə var, trader var, onlar hətta Qonaqol Telegram kanalında, siz varsınız orada, Qonaqolda, yəni ödənişsiz Qonaqol Telegram kanalında, hətta oradakı biz sadə proqnozlarla, yəni uşaqlar orada qazanırlar. Və birbaşa əmin olurlar ki, həqiqətən qazanmalı. Amma o traderləri ki, paylaşmırlar, yəni onlarda özgüvən yoxdur, təlim keçən traderlər ki var, yəni trader deyil, təlim keçənlər ki var, onların öz real hesabları belə yoxdur. Sadəcə olaraq olar ki, ancaq yəni səhərdən axşama qədər yəni danışmaqdır. Belə, yəni demək istəyirəm ki, biz yəni həyatda 100% heç nə yoxdur, nə ki, yəni Forex-də. Sadəcə olaraq onlar, yəni belə deyək, konkret deyək ki, onlar qorxurlar. Təlim keçən bütün bizdən başqa, bütün traderlər, təlim keçənlər Forex haqqında trader deyirlər onlar, analitik də deyirlər onlar, analitik yerə trader eləsin ki, analitik olsun. Yəni onlarda yəni özgüvən yoxdur, qorxurlar ki, hansısa bir əməliyyatı deyərlər, sonra da o səhv çıxar. Sonra da məsələn, yəni 100% heç nə yoxdur. Tutan ki, mən paylaşıram qardaş, gəlirik budur, ziyan budur, yəni budur. Yəni bu, yəni belə deyək də, yəni 100% o demək deyil, bizim bütün əməliyyatlarımız hamısı gəlir nə olacaq. Yox, yəni ziyanı da gedən onlar gözləyə də bilərik. Ona görə də bütün tələbələr nəyi var, yəni düzgün, ən böyük bizlik düzlükdür demək. Yəni düz hər nəyi kəsər. Yəni ona görə də yəni nə varsa onu demək lazımdır və kütlə də görsün ki, həqiqətən həm YouTube kanalında, həm Instagram kanalında, həm Telegram kanalında yəni insanın bir dayanacaq, sığınacaq bir yeri olmalıdır. Yəni bütün traderləri, bizi izləyən bütün traderlərdə, trader olmaq istəyənlərə yəni demək istəyirəm ki, yəni əgər siz alma yemək istəyirsinizsə, mütləq və mütləq yəni bazardan və yaxud da ki, hardansa yəni almağa ehtiyac yoxdur. Sadəcə olaraq alma yemək istəyirsənsə, alma ağacının altına oturmalısan ki, illa ki bir dənə alma düşəcək, sən onu yiyəcəksən. Belə, yəni biz buna